Salam, hər vaxtınız xeyir. Bugün bir bitki haqqında danışmaq istəyirəm. Faydaları çoxdur. Ən başlıca gəlir nə? Bunun adı epimediumdur. Türklər buna azğın tək otu deyirlər. Elə bil ki, belə deyim də, cızığından çıxmış keçi. Bu nə üçündür? Bu cinsi aktivliyi artırır. Kimdə ki, cinsi aktivliyi zəifdir, sonra erkən boşalması var. Bu həm qadınlara, həm də kişilərə çox güclü təsir edir. Təbii Viagra gedir bu. İstifadə qaydası da odur ki, demək, üyüdülüb, bala da qatılıb yemək olar, bir çay qaşığı. Belə çay kimi də dəmliyib içmək olar, fərq etməz. Çox gözəl, yəni cinsi aktivliyi artırır. Qısaca da, yəni mən çox dərinliyinə getmirəm. İstifadə edənlər bilir. Biraz çətin tapılır, amma var. Adı da epimediumdur.